Çində insana bənzər süni intellekt robotlarının icarəsi sürətlə populyarlaşır. Yerli şirkətlər robotları sərgilər, reklam kampaniyaları, ticarət mərkəzlərində təqdimatlar, təhsil tədbirləri və müxtəlif ictimai aksiyalar üçün gündəlik və ya saatlıq istifadə üçün təklif edir. Xidmətin qiyməti robotun modelindən və funksiyalarından asılı olaraq dəyişir. Mütəxəssislərin sözlərinə görə bu xidmət robot texnologiyalarını almaq imkanı olmayan şirkətlərə onları sınaqdan keçirmək və müştərilərin marağını cəlb etmək imkanı yaradır. Hazırda icarəyə verilən robotların əksəriyyəti sadə hərəkətlər edir, insanlarla ünsiyyət qurur, rəqs edir və təqdimat funksiyalarını yerinə yetirir. Qeyd edək ki, Çin hökuməti son illərdə humanoid robot sənayesində milyardlarla dollar sərmayə yatırır və bu sahəni gələcəyin strateji istiqamətlərindən biri hesab edir. Bununla belə ekspertlər bildirir ki, texnologiya sürətlə inkişaf etsə də, insana bənzər robotların geniş miqyaslı tətbiqi üçün hələ müəyyən texniki maneələr mövcuddur.